Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pultu arxasında Svetlana Həsən Hüseynova. Respublika rəhbəri Ramazan Abdulətipov Çeçenistanda qonşu respublikanın gəncləri və ictimai dairələrinin nümayəndələri ilə görüşüb. Tədbirdə Şimali Qafqaz Federal Dairəsində ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Mərlikov, Şimali Qafqaz İşləri üzrə Federal Nazir Lev Kuznetsov, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov iştirak edib. Tədbirdə təhsil sisteminin təkmilləşdirilməsi gərəkliyi barədə söhbət açılıb, bir qədər əvvəl Çeçenistanda keçirilmiş mədəniyyət və idman festivalı ətrafında müzakirələr aparılıb. Respublikanın hökumət sədri Abdusəməd Həmidov Nazirlər Kabinetini daha fəallıqla işə qoşulmağa səsləyib. Qarşıya qoyulan tapşırıqlar operativ və keyfiyyətlə yerinə yetirilməlidir. Rusiya prezidenti və respublika rəhbərinin göstərişləri xüsusi nəzarət altında saxlanmalıdır, deyib. Həmidovun rəhbərliyi altında keçmiş operativ müşavirədə onun birinci müavini Anatoliy Karibov Dağıstan xalqlarının vəhdət gününün bayram edilməsi və 1999-cu ildə respublikamıza müdaxilə etmiş beynəlxalq terrorçu dəstələrinin darmadağın edilməsi 15 illiyinə hazırlıq barədə məlumatı səsləndirib. Respublika rəhbəri və hökuməti müdiriyyətinin rəhbərinin müavini Aleksey Həsənov sentyabr ayının 14-də vahid səs vermə gününün təşkili ilə əlaqədar seçkilərə hazırlıq üzrə kompleks tədbirlərin təsdiqləndiyini bildirdi. Bu əlaqədə tövsiyələr işlənib, Respublikanın şəhər və rayonlarında dövlət hakimiyyət orqanlarından səlahiyyətli nümayəndələr siyahısı təsdiqlənib. Hökumət sədrinin müavini Şarip Şaripov üzüm yığını ətrafında məlumat verdi, qeyd etdi ki, bugünə 3018 hektar sahədən üzüm toplanıb. Hektar məhsuldarlığı 82 sentner təşkil edir və artıq 24700 ton günəş meyvəsi təhvil verilib. Ümumiyyətlə isə cari ildə 16073 hektar sahədə üzüm yetişdirilib. Respublika Parlamentinin spikeri Xizri Şıxsəidovun sədrliyi altında keçmiş müşavirədə 5-ci Çağırış Respublika Xalq Yığıncağının 39-cu sessiyasının gündəliyi müzakirə olunub. Beləliklə, sentyabr ayının 10-da Xalq Yığıncağının növbəti sessiyası keçəcək və tədbirdə Dağıstan Konstitusiyasının 69-cu maddəsinə dəyişiklik edilməsi barədə Respublikanın bələdiyyə qurumlarında nümayəndəli orqanların formalaşması və bələdiyyə qurum rəhbərlərinin seçkiləri barədə qanun layihələri və digər məsələlər müzakirə olunacaq. Eləcə də Respublika Hesabat Palatasının auditoru vəzifəsinə təyinat məsələsinə baxılacaq və çoxmənzilli evlərdə ümumi əmlakın əsaslı təmirinin təşkili barədə qanunun tətbiqi ilə bağlı məlumatın dinlənəcəyi ehtimal olunur. Mahaçqalıda iyul və avqust aylarında video nəzarət kameraları vasitəsilə yol hərəkəti qaydalarının pozulduğu üzrə 70.000 hadisə qeydə alınıb. Təhlükəsiz Dağıstan Dövlət Müəssisəsinin direktoru Vaqif Diyarxanovun verdiyi məlumata əsasən bugünə respublika büdcəsinə 2,5 milyon rubl cərimə ödənib. Ümumilikdə isə cərimələr hesabına büdcəyə 35 milyon rubl daxil olacaq. Hazırda Mahaçqalada 64 kamera quraşdırılıb. Yaxın gələcəkdə müvafiq sistemi Kaspisk və Kizilyurt şəhərlərində də quraşdırmaq planlaşdırılır. Ağdurnalar Həmzətov günləri davam edir. Bu çərçivədə Respublikanın Yazıçılar İttifaqında Rəsul Həmzətovun muzey kabinetində təşkil edilmiş dəyirmi masada müasir ədəbiyyat və poeziyanın problemləri müzakirə olunub. Xatırladaq ki, Rəsul Həmzətov Respublikanın Yazıçılar İttifaqına 52 il ərzində rəhbərlik edib. Tədbirdə Rusiya Yazıçılar İttifaqının birinci katibi Gennadiy Ivanov, Krım Ədəbiyyat Akademiyasının prezidenti Valeriy Basırov, Don jurnalının baş redaktoru Viktor Petrov, Rusiya subyektlərindən və qonşu Azərbaycan Respublikasından təşrif buyurmuş qonaqlar iştirak edib. Toplaşanlar yazıcı və şairlərin timsalında bütöv xalqların dostluq etdiyini qeyd edib. Rəsul Həmzətov hamını sülhə, planetimizin mühafizəsinə səsləyirdi. Şair üçün bundan vacib tapşırıq ola bilməz deyə Rusiya Yazıçılar İttifaqının katibi Valeriy Latinin öz çıxışında vurğulayıb. Şair jurnalist Əhmiraz İmamov Rəsul Həmzətov yaradıcılığı ətrafında təəssüratları ilə bölüşür. Rəsul Həmzətova adicə böyük şair demək çox azdır. Rəsul Həmzətovdan çox yazılıb. Mən ancaq Rəsul Həmzətov haqqında öz təəssüratımı deyəcəyəm. Rəsul Həmzətovun böyüklüyü ondadır ki, Rəsul Həmzətovu başqa şairlərdən fərqləndirən cəhət odur ki, bu şair öz müdrikliyini, öz ilhamını xalqdan alıb xalqa qaytaran şairdir.
Buna misal onun bütün əsərləridir. Ələ götürək onun Mənim Dağıstanım kitabını, onun nadpisi, kelamlar deyilir Azərbaycan dilində, səkkizlikləri, dörtlüklər, elegiyaları çox nümunə gətirmək olar. Və bütün şeirlərində Rəsul Həmzətov bütün mövzulara toxunub. Ancaq yenə onun bir böyüklüyü ondadır ki, şairlər arasında belə deyirlər ki, dünyada üç böyük, üç əbədi mövzu var. Vətən, ana və məhəbbət. Nəinki bizim Azərbaycan klassik şairləri dahi, dünyanın bütün korifey şairləri bu mövzularda o qədər gözəl əsərlər yaradıblar ki, bu mövzularda təzə, yeni bir söz demək çox çətindir. Və Rəsul Həmzətovun da bir şair kimi böyüklüyü ondadır ki, o bu mövzularda çox gözəl şeirlər, çox gözəl əsərlər yaradıb. Ana haqqında, vətən haqqında, dostluq haqqında və özü də həyatda dostluğa sadiq bir insan olub. Rusiya Federasiyasının İqtisadi Tərəqqi Nazirliyinin müsabiqəsində iştiraka sifariş vermiş Respublikanın Ticarət və İnvestisiyalar və Sahibkarlıq Nazirliyi Dağıstanda 2014-2016-cı illərə kiçik və orta sahibkarlığın inkişafına federal büdcədən vəsait ayrılacağına ümid bəsləyir. Müsabiqənin yekunları üzrə Respublikanın Ticarət və İnvestisiyalar Nazirliyinə 250 milyon rubuldan əlavə vəsait daxil olacaq. Eləcə də qeyd olunan proqramın tətbiqi gedişində Dərbənd şəhərində biznes inkubatorun inşası, Maçkala şəhərində Turəli biznes inkubatoru bazasında texniki parkın təşkili, injiniring mərkəzinin təşkili və inkişafı, bələdiyyə qurumlarında Respublikanın kiçik və orta sahibkarlıq subyektlərinin mikro maliyyələşdirilməsi fondunun əlavə ofislərinin açılışları planlaşdırılır. Cari il oktyabr ayının 8-dən 11-nədək Moskvada Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri sərgi kompleksində 16-cı Qızıl Payız Rusiya Aqrasiyonayı sərgisi keçəcək. Sərgidə Respublikamızı 18 müəssisə və fermer təsərrüfatları təmsil edəcək. Kizlər Konyak Zavodu, Dərbənd Konyak Kombinatı, Dərbənd Köpüklü Şərablar Zavodu, Deneb şirkəti, Kizlər Aqra Kompleks, Azamat fermer təsərrüfatı və bir sıra digər müəssisələr öz istehsal məhsullarını paytaxt sakinlərinə təqdim edəcək. Adətən Qızıl Payız çərçivəsində müxtəlif sahələr arasında, o cümlədən yüksək keyfiyyətli ərzaq məhsullarının istehsalına görə, kənd təsərrüfatında peyvənd vasitəsilə yeni növ bitkilərin yetişdirilməsinə görə müsabiqələr təşkil edilir. Müsabiqələrdə diplom və medalların əldə olunduğu istehsal məhsullarının yüksək keyfiyyətli olduğuna zəmanət verir. Oktyabr İnqilabı kanalında Tübə qəsəbəsi rayonunda rekonstruksiya işlərinin aparıldığı ilə əlaqədar sentyabr ayının 10-u 14-də Mahaçqalanın su təchizatında fasilələr müşahidə olunacaq. Şəhər müdiriyyətinin mətbuat xidməti və informasiya siyasəti idarəsindən verilən məlumata əsasən şəhərin Lenin Sovet rayonlarına və Kirov rayonunun əksər ərazilərinə su fasilələrlə veriləcək. Siz xəbərlər buraxılışını dinləyirdiniz.